Rəqibimi önümə gətir. Başa salım onu rep nə deməkdir? Allah göbələkdir, bu kəpənəkdir, elə bir latlanıb düşən məmələrdir. Siz çağırın onu gəlib rap yarada, battle bir qırağa, yellənə yarada, onsuz da poxu çıxır. Onsuz da poxu çıxır, yavaş-yavaş liqanı pulsuz elə, soxuma 5 manata. Bizdə rap başdan, ta ki yeniyetmələrə qədər də az yaşdan, çıxırsa pul daşdan, rapimiz pul gətirmir. Deməli rap möhkəm və dəyərlidir hər daşdan. İkinci round, go! Bax o AK Big Bro. Tipa bu uşaq böyük qardaş sayılır. Barmaqları betondur. Divar qayırır. Tez-tez düşür nakauta. Amma tez ayılır. Zato heç kəsin qabağından yemir. Prosta yalayır. Gülməlisən, klonsan, amma rapdə zəifsən. Başdan ayağa temasan, sən satirik qafiyəsən. İstəyirsən heç fikirləşməyin, bir dənə belə baxım deyim. Qarnıva qüvvət deyəsən hamiləsən. Bir dənə səs eləyə qoy. Sən gedəndən Eon Ligada çox şey dəyişib. Emin cəmaata pansıza soxur, şib. Siyat deyişi, mən pans soxanda əlləri qalxmır bu deşiyin. Emin, mən babat pans vuranda çiynivə qalxmayan əlləri və şiyin. Bu cür nədir? Sözü yarınmaz ego. Sənə gələn, girən həm sarınmaz ego. Sənə bir söz deyim. Bundan sonra Emin Aliyə söz atan, nə bilim burada panç atan, öz evində atasını tanımaz ego. Var bəm edən, var həm də şür edən. O əl ki çiynə dəydi, odur səni məşhur edən. Battle'dır da. Punch vurdum, punch soxdum. Cəmaat alqışladılar. Mən zarafat elədim, bunlar abijnik qaldılar. Olmadı ki. Nəysə, vetdi. Mən 3-cü raundum, sözün açığı punch olmayacaq. Əlimə bırax, sən də əlimi buradan belə çək. Mənim işim var. Yox, battle belə. Bax, bu... Bax 13-cü roundu. 3-cü raundu eləmək istəyirdim, hazırlaşmışdım. Amma 2 sətinlə 3-cü raundu muhtaracam. Bu nə hərəkət idi? Ancaq deyəcəm öldə sənə. 3-cü raundumu başa salacaq dəniz çöldə sənə. Deyən. Qulaq söz deyirəm. Nə söhbətdir? Bir dənə sözümü deyirəm də, əlimi buraxma. Yeri yoxdur. Mən demişim, mənim hər bir MC-im, hər bir iştirakçım dəyər az rapin mininə, yüzünə. Mən axı demişdim Outpro'ya qarşı quşlayan oğlanı. Bəni sikərəydi bu. Alay eləmə dedim, nə sənə?